Salam dostlar. Mən bugün sizə Webmetrics layihəsi haqqında ümumi məlumat verib, ilkin analizimiz olan data analitika bölməsində yer alan təsvir edici analitika haqqında məlumat verəcəm. Ümumiyyətlə, Webmetrics layihəsinin ortaya çıxma səbəblərindən biri odur ki, Azərbaycanda kiçik və orta bizneslərin ə, öz məlumatlarını daxil edib analiz edə biləcəyi və bunun üçün heç bir proqramlaşdırma təminatına gərək duymadan rahat edə biləcəyi bir platforma yaratmaqdır və tamamilə onlayn rejimdə işləyən və ən əsas baza analizləri edə biləcəyimiz bir platformadır. Bu layihə Kobia tərəfindən dəstəklənərək həyata keçirilmiş bir layihədir. Ümumiyyətlə, bizim web saytımız olan cobmetrics.com-a daxil olub, Cobmetrics haqqında ətraflı məlumat öyrənə bilərsiniz. Digər bölmələrimizə göz gəzdirə bilərsiniz. Düşünürük ki, bunların hər biri kiçik və orta bizneslər üçün eyni zamanda data analitikası ilə məşğul olan hər bir kəs üçün maraqlı ola bilən funksiyalardır. Mən isə bugün sizə data analitikası hissəsində yer alan təsvir edici analitika haqqında ümumi məlumat verəcəm. Ümumiyyətlə, təsvir edici analitika dediyimiz zaman nə başa düşürük? Təsvir edici analitika əlimizdəki məlumatların ümumi mənzərəsini ortaya çıxartmaq üçün əldə etdiyimiz müəyyən göstəricilərdir. Bunlar hansı ki, hər birimizin bildiyi ortalama, median, standart kənarlaşma və buna bənzər ölçülərdən ibarətdir. Ümumiyyətlə, bizim bu hissədə yerləşdirdiyimiz səhifədə ilk öncə necə edə bilərik bu analizi ona baxaq. Dediyimiz kimi ilk öncə platformaya məlumatlarımızı daxil edirik. Daxil etdikdən sonra biz öz dəyişənlərimizi təyin edirik. Hansı ki, bunlar kəmiyyət və keyfiyyət göstəriciləri ola bilər və həmin bu seçdiyimiz dəyişənlərə görə öz analizlərimizi həyata keçiririk və ən sonda nəticələri biz şərh edirik. Saytın aşağı hissəsində isə biz öz analizləri həyata keçirmək üçün bir pəncərə yerləşdirmişik. Hansı ki, bu bənzər şəkildə digər səhifələrdə də yer alır. Birbaşa siz öz məlumatlarınızı bura daxil edib, kəmiyyət və keyfiyyət göstəricilərini seçdikdən sonra statistikaları hesabla dediyimizdə biz artıq bütün nəticələri görəcəyik. Amma bu mərhələdən keçməmişdən öncə mən istəyərdim ki, istifadə edəcəyimiz dataseti sizə tanıdım. Dataset seçərkən çox araşdırma etdim və düşündüm ki, əslində elə bir dataset olmalıdır ki, hər bir kəsin real həyatda toxunduğu və eyni zamanda kodlarla bağlı olmalıdır. Ona görə mobil telefon satış datası üzərində bir örnək hazırlamağa çalışdım. Deməli, bizim bir datasetimiz var. Bu datasetdə ilk öncə biz baxırıq ki, biz hansı brendli telefonları satırıq və bunların qiymətləri nələrdir, müştəri tərəfindən əldə olunmuş reytingi nədir, ekran ölçüsü nədir və bunun müəyyən funksional özəllikləri yer alır. Deyək ki, ekranın yenilənmə sürəti, RAM, yaddaş və prosesor kimi əsas özəlliklər burada yer alır. Biz burada baxdığımız zaman görürük ki, misal üçün, bəzi dəyişənlərin, kolonların ilk sətirləri fərqli rəngdə göstərilir. Bunun səbəbi nədir? Ümumiyyətlə, biz istənilən təsvir edici analitik hesablayanda və yaxud da ki, istənilən statistik test edəndə ya model quranda bizim ən birinci etməli olduğumuz məqamlardan biri əlimizdəki dəyişənlərin tipini təyin etməkdir. Çünki bu növbəti mərhələdə bütün bizim analiz prosedurlarımıza təsir edir, düzgün metodologiyanın seçilməsində çox önəmli yerə sahibdir. Deyək ki, baxdığımız zaman görürük ki, brend necə bir dəyişəndir. Bu, keyfiyyət dəyişənidir. Yəni, müəyyən kateqoriyalardan ibarətdir. OnePlus, Sony, Samsung kimi müəyyən kateqoriyalardan ibarət bir bizim keyfiyyət göstəricimizdir və ya digər adını desək, kateqorik dəyişəndir ya da faktor dəyişəndir şəklində ifadə edə bilərik. Qiymət dəyişənimiz isə kəsilməz dəyişəndir. Yəni, hər hansı bir rəqəmlə ifadə olunur və rəqəm tam və kəsr hissədən ibarət olduğu üçün biz buna kəsilməz dəyişən deyirik. Rating də eyni qaydada tam və kəsr hissədən ibarət olduğu üçün kəsilməz dəyişəndir. Ekran ölçüsü də eyni qaydada müəyyən bir ölçüdən başlayıb, 4 düymdən başlayıb 8-9 düymə qədər davam edən və aralıqlarda da dəyər ala biləcək bir kəsilməz dəyişəndir. Yenilənmə sürətinə baxdığımız zaman isə yenilənmə sürəti əslində
çox zaman analitik insanların qarışdırdığı məqamlardan biri odur ki, biz rəqəm olaraq bu dəyişəni görürüksə, biz bunu rəqəm olaraq analiz etməliyik. Xeyr, bəzən ola bilər ki, rəqəm olsun, amma bu bizim üçün müəyyən bir kateqoriyanı ifadə etsin. Misal üçün, birinci reytinqli kateqoriya, ikinci reytinqli kateqoriya şəklində də ola bilər. Burada da eyni qaydada yenilənmə sürətinə biz filtrlədiyimiz zaman görürük ki, müəyyən qədər sərhədli rəqəmlərdən ibarətdir. Əslində bu rəqəmlər özü bir kateqoriyanı ifadə edir. Məsələn, 60 Hz bir telefon, 90, 120, 144 və 165. Əslində baxdığımız zaman, əgər ayıra bilmiriksə kəsilməz və kateqorik dəyişənləri, biz burada əsas məqam olaraq onu düşünə bilərik ki, ortada hər hansı bir rəqəm yer alır. Məsələn, 61 Hz bir telefon yoxdur. 63 Hz-lik bir telefon yoxdur. Yəni, teorik olaraq mümkündürmü? Bəlkə mümkündür, amma faktiki olaraq bizim datasetimizdə müəyyən kateqoriyalardan ibarət, müəyyən 60, 90, 120, 144 kateqoriyasından ibarət bir telefonlar yer alır. RAM da eyni qaydada. Rəqəm olaraq biz bunu görsək də, əslində bunlar bir kateqoriyanı ifadə edir. Çünki 4 GB, 6 GB, 8, 12 və 16 şəklində, yaddaş da bənzər şəkildə, prosesor da bənzər şəkildə bir özəllik göstərir. Qısaca dostlar, əgər biz əlimizdəki hər hansı bir dəyişənlə bağlı rəqəmləri müəyyən aralıqda e, saya biliriksə, bu bizim üçün kəsilməz dəyişən olur. Necə ki, qiymət misal üçün 300 manatdan başlayıb istənilən 3500-4000 manata qədər davam edə bilən bir telefon satış qiyməti aralığı ola bilər və biz bunu çox rahatlıqla bölə bilirik. Deyək ki, 150, 151, 152, 152.65 qəpiklik və s. və s. Qiymətə sahib bir telefon. Reytinq də eyni qaydada. Amma kateqorik dəyişənləri biz bu şəkildə bölüb saya bilmirik. Misal üçün deyək ki, 4 GB-lıq bir telefon, 4.1 GB-lıq bir telefon yəqin ki, görmürsünüz. Ona görə biz bunları və bir də ki, önəmli xüsusiyyət odur ki, müəyyən bir aralığa sahib olur, limitli bir aralığa sahib olur və bunlar sadəcə 5-6 kateqoriyadan ibarət bir, belə deyək də, kateqorik bizim dəyişənlərimiz ibarət ola bilər. Siz də bu şəkildə ayırt edə bilərsiniz, əgər çətinlik çəkirsinizsə. Dataseti tanıtdıqdan sonra mən bu səhifəni bağlayıram. Save edə bilərik. Və biz öz datasetimizi az öncə göstərdiyim platformaya daxil edirik. Və daxil etdikdən sonra bizim kəmiyyət və keyfiyyət göstəricilərimizi seçməyimizi istəyir. Bizim kəmiyyət göstəricimiz deyək ki, örnək olaraq qiymət, reyting, ekran ölçüsü, daha doğrusu kəmiyyət göstəricilərimiz kəsilməz dəyişən. Keyfiyyət göstəricimiz isə bizim yenilənmə sürəti, RAM, yaddaş və prosesor olaraq qiymətləndirmişdik. Hətta birinci də bura daxil edə bilərik. Statistikaları hesabla etdikdə biz iki əsas pəncərə görəcəyik. Birinci pəncərədə təsvir edici analiz, yəni kəmiyyət göstəricilərinin, kəsilməz dəyişənlərin, yəni sayısal ifadələrin üçün hesablanan bir göstəricilər. Bunlar hansı ki biz bilirik ki, nümunə sayı 2000 ədəddir bizim datasetdə. Ortalama deyək qiymət üçün 1116 manatdır. Standart kənarlaşma 558 manat 81 qəpikdir. Minimum telefonun qiyməti 151.93 qəpik. Maksimum 2990 manat şəklində hesablanır. Interquarter dediyimiz bizim Q1 ilə Q3 arasındakı fərqdir. Median isə ortada dayanan dəyərdir. Yəni biz minimum dəyərdən maksimum dəyərə qədər datasetimizi sıralasaq, qiyməti sıralasaq, tam olaraq deyək ki, 1000 ilə 1001-ci yer arasında yer alan qiymət 1104 manata bərabər olacaq. Burada əlavə olaraq Skewness və Kurtoç dəyərləri hesablanır. Bunlar məlumatların 3-cü və 4-cü momentini ifadə edir. Hansı ki, bizə normal paylanma olub olmadığı haqqında ilkin təəssürat yaradır. Skewness dəyərinin normalda 0, Kurtoç dəyərinin də normalda 3-ə yaxın hesablanmasını istəyirik. Baxdığımız zaman Skewness dəyəri 0-a yaxın, Kurtoç dəyəri isə 3-ə yaxın hesablanmadığı üçün biz normal paylanmanın ödənmədiyini deyə bilərik. Skewness dəyəri normalda bir paylanmanın sağa və sola meyilli olmasını, Kurtoç dəyəri isə aşağı və yuxarı meyilli olmasını göstərir. Baxdığımız zaman sağa və sola meyilli baxımından problemin olmadığı, ancaq aşağı və yuxarı
meyillilik baxımından ciddi bir problem olduğunu görürük biz öz data setimizdə qiymət dəyişəni üçün. Bu şəkildə ekran ölçüsü və reytinq üçün də biz təsvir edici statistikaları, bizim üçün lazım olan bütün təsvir edici statistikaları hesablaya bilərik. Gəldiyimiz zaman kəmiyyət göstəricilərinə, yəni faktor dəyişən və kateqorik dəyişən dediyimiz, burada hər bir daxil etdiyimiz faktor dəyişən üçün biz datasetdə yer alan nümunə sayını və onların frekansını, yəni ümumi datasetin və ümumi satışların neçə faizini təşkil edir, onu hesablaya bilərik. Misal üçün deyək, yenilənmə sürəti 120 Hz olan bir telefon 401 ədəd satılıb və ümumi satışların 20,05%-ni təşkil edir. 60 Hz olan 390 ədəd telefon satılıb 19,5%-ni təşkil edir. Baxdığımız zaman bütün Hz satışları demək olar ki, aşağı-yuxarı 20% civarındadır. Yəni, bərabər paylanmış şəklində dəyərləndirə bilərik. RAM-a baxdığımız zaman ən çox satılan RAM-lı telefon hansıdır desək, bu böyük ehtimal 16 GB-dır və ümumi satışların 21,35%-ni təşkil edir. Yaddaşa baxdığımız zaman ən az satılandan ən çox satılanı müqayisə edək. Ən çox satılan 64 GB-lıq bir telefondur, yəqin qiyməti aşağı olduğu üçün. 444 ədəddir və 22,2% təşkil edir ümumi datasetin. Ən az satılan da ən yuxarı yaddaşa sahib 1024 GB-dır, yəni 1 TB bir telefondur. Bu da 357 ədəd satılıb və 17,85%-ni təşkil edir. Brendlərə baxdığımız zaman, prosesorlara da eyni qaydada baxa bilərik. Brendlərə baxdığımız zaman ən çox satılan telefon brendi hansıdır desək, Samsung ortaya çıxır 198 ədəd və ümumi datasetin 9,9%, Apple isə 9,05%-ni təşkil edir. Ümumi olaraq bizim təsvir edici analizlərdən əldə edəcəyimiz bütün insightlar deyək, şərhlər bunlardan ibarətdir. Ümid edirəm ki, sizin üçün faydalı bir məlumat oldu. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.